Salam Əmlakçı kanalının izləyiciləri, bugün sizə ən çox, belə deyək, sizi maraqlandıran suallardan biridir ki, evin içini nə ilə suvaq eləyək, yəni hörgü artıq hörülübdür, biz evin içində suvağı nə ilə eləyək, bax, bu kimi suallar daha çox yönəlir, vətəndaşları maraqlandırır ki, daxildə suvağı nə ilə eləyim. Ümumiyyətlə, suvağın belə deyək, məqsədi nədir? Suvağın məqsədi odur ki, divardakı əyrilikləri aradan qaldıraq. Özünüz görürsünüz, hörgü zamanı müəyyən kələ-kötürlüklər olur və bu boşluqları dolduraq və evi dekorativ təmirə hazırlıq vəziyyətə gətirək. Əsas məqsəd budur. Azərbaycanda da suvaqda əsasən iki materialdan istifadə olunur. Deməli, qara suvaq deyilən qum və sement əsaslı suvaq və belə gördüyünüz kimi gips əsaslı suvaq materialından istifadə olunur. İndi suvağı nə ilə eləyim sualında əsas ilk soruşmalı olan məqam budur ki, ev nə ilə hörülübdür? Yəni divar nədən ibarətdir? Onun əsasında suvağı nə ilə həyata keçirməyə qərar vermək olar. Bax, burada görürsünüz ki, ev mişar daşı kimi tanıdığımız daşlarla, xalq arasında buna kubik deyilir, onunla hörülübdür. Və burada daxildə suvaq materialı kimi gips əsaslı suvaq materialından istifadə olunur. Birbaşa divara vurulubdur. Bu yerli istehsal materialdır, artıq istifadə olunur. Bazarda müxtəlif çeşidləri var. Digər tərəfdən sual yarana bilərdi ki, bəs buranı qara suvaq etmək olardımı? Əlbəttə etmək olardı qara suvaq. Sadəcə vətəndaş burada indi qənaət məqsədi ilə birbaşa belə deyək, qara suvaq elətdirib üstündən təzədən ağ suvaq vurdurmaq əvəzinə birbaşa elə ağ suvaqla divarını belə suvayıbdır. İndi bu suvağın tərkibinin belə deyək, nə fərqi var? Qara suvaq daha çox istifadə olunur, nəmə dözümlü olduğu üçün su ilə kontaktda daha tez olunan ərazilərdir. Məsəl üçün, zirzəmilər olsun, çöl divar olsun, iç divarın belə deyək, kürsü hissəsi olsun. Orada qara suvaqdan istifadə etmək daha məqsədə uyğundur. Çünki gips əsaslı suvaqlar nəmə qarşı nisbətən dözümsüz olurlar. Gəlir bunların maliyyə tərəfinə, yəni ki, qara suvaqla belə ağ suvağın nə fərqi var? Yəni, bəziləri deyir ki, qara suvaq ucuz başa gəlir, lakin oradakı qumdan əlavə istifadə olunan sementi nəzərə almır. Yekunda işçilik haqqını hesablasaq, burada elə bir ciddi fərq yoxdur.